Salam millət. Bugün oktyabr ayının 12-si, saat 10'a işləyir artıq 3 dəqiqə. İşə gedirəm. Bugün mənim ilk vlogumdur. Çalışacağım nə çox qısa, nə çox uzun bir video çəkim. Gündəlik fəaliyyətimlə bağlı. Hara gedirəm, necə gedirəm, iş, güc və s. Sonda avtomobilimlə bağlı kısa bir video çəkəcəm, məlumat verəcəm. İli nədir, vəziyyəti nədir və s. və ilaxır. İnşallah ki, maraqlı olar. Nə qədər olmasa ilk vlogdur. Təcrübəsizliyi öz sözünü deyir. Görək qarşıda bizi nələr gözləyir. Yaxşı olar. İlk istiqamət Azərbaycan nəşriyatıdır. Yasamalda yerləşir. Saat 10 tamama. Orada olmalıyam, amma qarşımdakı mənzərə heç ürəkaçıcı deyil. Bakı-Sumqayıt. Bakı-Sumqayıt şossesinin olmazsa olmaz tıxacı. Yoxdur qardaş, bu yolun nə gecəsi var, nə gündüzü var, nə şənbə bazarı var. Bu xeyri yoxdur. Dayanıb qardaş, yol dayanıb, əməlli başlı. Hələ mən Bakı-Sumqayıta tam daxil olmamışım, elə belədir. İş günləri, yəni həftə içi çalışsam avtomobillə ilə çıxmayayım, çünki tək Bakı-Sumqayıtın tıxacı ilə deyil, ümumi şəhər dayanır. İstər günorta, istər səhər, istər axşam. Yəni yanacaq sərfiyyatından dayanır, bezir adam. Yəni həqiqətən tıxacıda oturmaqdan, dayanmaqdan adam bezir. Eyni şey, ona görə açığı həftə içi mən metrodan istifadə edirəm. Rahat. Mindin, düşdün. Tıxac yoxdur. Maksimum sıxılırdı, onu da yola vermək olar. Bir çox verilən suallardan birinə cavab vermək istəyirəm. BMW-nin gündəlik sürülüb sürülməməsi, rasxod olub-olmaması, ay ərzində rasxodu nədir? Açığı o ay ərzində rasxod sözü mənə çatmır, çünki bu kredit deyil. Kredit misal üçün hər ay bilirsən ki, ödəməlisən də bunun ödəniş tarixçəsi var. Ödəniş məbləği var, sən o məbləği vaxtında ödəməlisən. Amma avtomobildə o sual mənə çatmır. Niyə? Çünki avtomobildə ay ərzində sən ancaq yanacaq sərfiyyatına da pul xərcləyə bilərsən. Ay ərzində maşını, avtomobilin nasaz vəziyyətə gələrsə, onun xərcini çəkə bilərsən. Yəni bu qabaqcadan bilinəcək bir şey deyil. Sırf yanacaqdan söhbət gedirsə, mənim avtomobilimin 100 kilometrəyə şəhər daxili sərfiyyatı 20 litr. 18, 19, 20 belədirsən. Bu rəqəmlər aralığında dəyişir. Təbii ki, sürüşdən də çox şahslıdır, tıxacda durub durmamağından da çox şahslıdır. Trasda soruşsa sərfiyyatını, trasda açığı mənə indiyən sürməmişəm. Yəni bu avtomobillə rayona falan getməmişəm. Maksimum getdiyim yol Sumqayıt olub, 5 litr falan fərq edir. Şəhər içi sərfiyyatla trasdakı sərfiyyatı. Heç indi gedirik işə, nəşriyata çatdıq. Yolda polis də saxladı hələ. Sağ olsun, anlayışlı yanaşdı. İşə gecikməyə falan. Sənədlərin yoxlanması ilə hələ tez bazar yoxladılar, baxdılar, reytli böyütmə olsun. Hələ 20 dəqiqəm, yarım saatim var. Nəşriyatda, Yasamalda. Gedir. İşlər studiya hazırlamalıyam. Bir internet kanalıdır. Xəbərlər, gündəm falan. Peşməkən belə mövzulardan verilişlər olur orada. Mən də həmin o kanalın efir rejissörüyəm. Sonra oradan çıxıb digər iş yerinə gedəcək, onu da çəkib göstərəcəm. Onlar boşluq amma. Bu da daqqıldıyır. Biz niyə girdik liftə? Biz burada stüdyo hazırlamaq lazımdır. Deməməyə. Videoya görə çox narahatam. Nerede olmasa yeniden tecrübesizliği birinci seferdi.
Görək də, xeyirlisin inşallah. Mikrofonla paletliyə başlayalım. Sözü gedən kanal. Axır ki, tez bazar efir gedir. Burada böyle bir şeydir, studiya. Bildiğiniz studiya. Bu mənim ilk iş yerim. Yəni gün ərzində ilk gəldiyim iş yeri buradır. Ardıcılıq nə edirəm, necə edirəm, qırıq-qırıq fragmentlərdən çəkib qoyacağam. Və video bu ilə bitmir. Nəşriyyatdan çıxıram indi. Studiyanı yoxladım, söndürdüm. Çıxacam indi. Bugün çox geç çıxdım. Normalda saat 2-3 belə burada yerdə çıxmışdım. Bugün biraz işim var idi deyə, işim uzandı deyə. Bugün biraz geç çıxdım, amma eybi yox. Gedirik indi Montinə. Böyle bir şey. Maşallah sağı beyinli, solu beyinli. Bal, bal. Maşallah olsun. Allah olmayanlara kısmet eləsin. Arzusunda olanlara kısmet eləsin. Və hətta deyərdim daha yaxşısını kısmet eləsin. Və bu arada bir şey demək istəyirəm. Mən çalışacağım yola bax. Fikrim yayılmasın. Deməli, video açığı dünən çəkilib, bugün artıq paylaşılmalı idi. Amma müəyyən problemlərdən, müəyyən səbəblərdən video çəkimi olmadı. Buna açığı dünən çox pis olmuşdu. Çünki dünən deyirdim, video çəkilsin. Yəni həvəslə, konkret həvəslə şey eləmişdim. Amma neyini, qismət beləymiş. Bu həftənin sonuna isə bəzən canlı yayımlarımda, bəzən TikTok paylaşımlarımda görmüsünüz, mavi çidanı çəkəcəm. Proyektdir, bir dənədir o proyektdən, ikincisini görməmişəm. Onu çəkəcəm, qardaşımın maşınını çəkəcəm. Məncə o da bir maraq qatar səhifəyə, kanala. Yəni, qısaca bacardığım nə varsa çəkəcəm, paylaşacağım. Yəni istər dediyim kimi günlük vlog olsun, istər hər hansısa bir avtomobil olsun, nəsə olsun. Yəni maraqlı nə varsa çəkib paylaşacağım ki, ürək sıxıcı videolarla dolmasın mənim kanalım. Yəni hər halda izləyicinin marağını qazanmaq lazımdır. Bu da əslində çox çətin. Çünki düşüncələr, maraqlar fərqlidir, bilmirsən. Hələ biri bir şeyə xoşdur, digəri xoşlamır. Ona görə çalışacağım o marağı ümumi ortam bir şeylə qazanım. İnşallah ki də qazanaram. Bu yolda mənə dəstək olacaq hər bir kəsə indidən təşəkkür edirəm. Çox sağ ol deyirəm. Axıra qədər. Çünki mən TikTokda paylaşım eləyəndə ki, bəs belə bir şey demək istəyirəm. Çox adam yazdı ki, axıra qədər səni. İnşallah, nə deyək, inşallah xeyirli uğurlu olsun.
Saat 7'ye qalıb 10 dəqiqə. 10 dəqiqədən sonra evə gedəcəm. İşdən çıxıb hələ də iş yerindəyim. Bugünkü vlogu burada yekunlaşdırmaq istəyirəm. Çünki artıq hava qaradır, qaranlıqdır. Sizdən ricam kanala abunə olun. Videonu bəyənin. Şərh bölməsində öz fikirlərinizi yazın. Çünki bu mənim üçün çox önəmlidir. Nə qədər olmasa ilk vlogumdur, təcrübəsizliyi öz sözünü deyir. Amma növbəti videolara daha çox maraq qatmağıma çalışacağam. Daha fərqli videolar çəkməyə çalışacağam. Ara sıra vloglar da olacaq təbii ki. Yenə də şərh bölməsinə qeyd edin videolarda nəyin olmasını istəyərdiniz və yaxud nəyin olmamağını istəyərdiniz. Məsələn, falan şey olsa daha maraqlı olardı və yaxud falan şey olmasaydı daha yaxşı olardı. Yəni təbii ki, yazılan bütün yorumları oxuyacağam. Harda ola bilər, hardasa nəsə etməmişəmsə, onu növbəti videolarda mütləq ki əlavə edəcəm. Sizdən isə bir daha ricam, kanala abunə olun, bəyənirsinizsə videonu bəyənin və şərh bölməsinə fikrinizi bildirin. Görüşüm ümidi ilə sağ olun.